Bəzən görürsən ki, insanlarımız deyir ki, yuxusuzluqdan əziyyət çəkirik. Neyniyək? Təbii ki, Nara xanım, təşəkkür edirəm diqqətinizə görə. Yuxusuzluqdan əziyyət çəkən adamlar üçün mütləq səbəbi bilinməlidir, yuxusuzluğu verən nədir? Yuxusuzluğu nə verə bilər? Verə bilər qurd xəstəlikləri, nevrozlar, sonra zehni yorğunluqlar. İnsanlar var ki, hər gün oxuyur ki, mən yatmaq üçün bir roman qutarmalıyam və yaxud da ki, sona qədər, mən yatana qədər televizor işləməlidir. Beyin yorulur, beynin bir götürüm hüdudu var. Görürsən, ondan sonra bir də saat var. İnsanlar ən çox saat 2-dən sonra yatırlar, ondan sonra yata bilmirlər. Deyir, doktor, mən 12-yə qədər yatdım. Yatmadım, yata bilmirəm. Deyirəm, 12-yə qədər yatdı. Sən görürsən ki, beyin yorulub, beyin yatmaq istəyir, dincəlmək istəyir.